Salam, hər vaxtınız xeyir olsun. Bu günlər sizinlə ABC Akademiyanın sınaq toplusundan 11-ci sınağın sualları ilə tanış olacağıq. Başlayaq ilk sualdan. Yaranan maddələr okean suyunda toplandıqda su isti duru bulyon şəklinə düşmüşdür. Bu fikir hansı alimə məxsusdur? Bu fikir Oparinə məxsus fikirdir. Ümumiyyətlə, Oparin heterotrof yaradılış inancının, yəni heterotrof yaradılış təsəvvürlərinin tərəfdarlarından idi. Bu təsəvvürlərə görə onlar düşünürdülər ki, həyat okeandan maddələrin elektrik boşalmalarının, ionlaşdırıcı şüaların, yüksək temperaturun təsiri ilə üzvü maddələrin qatlaşmasından sonra yaranmışdır. Və həmin üzvü maddələr okeanda isti turbulyon şəklinə düşmüşdür. Bəli, bir də B bəndi, yəni fikir Oparinə məxsusdur. İkidə deyir ki, salmonella spor əmələ gətirən koktur. Ümumiyyətlə, salmonella spor əmələ gətirməyən bakteriyadır və çöp şəkilli bakteriyadır. Bu da spor əmələ gətirməyən basil C bəndindən verilmişdir. Növbəti suala baxaq. Üçüncü sualda deyir ki, cədvələ əsasən verilən ifadələrdən hansı yanlışdır? 3 canlı verilib və onların tənəffüs orqanları, daxili skeleti, xarici skeleti haqqında məlumat yazılıb və biz bu canlıları müəyyən edək. Görək bunlardan hansı ifadə yanlışdır. Demək, X canlısı ağciyərin tənəffüs edir, daxili skeleti var, xarici skeleti yoxdur. Demək, X canlısı, baxaq, A bəndində deyir ki, soyuqqanlı heyvan ola bilər, X ola bilər, məsələn, sürünənlərdən və yaxud ki, suda qolda yaşayanlardan hər hansı biri ola bilər. Deyir ki, X canlısı diri bala doğa bilər. Bəli, məsələn, məməli heyvan ola bilər, diri bala doğa bilər. Sonra Z-də baxaq, qəlsəmə tənəffüs orqanı qəlsəmədir, daha doğrusu daxili skeleti var, xarici skeleti yoxdur. Bu, məsələn, çömçə quyruğun ola bilər, qurbağanın sürfəsi və yaxud balıq ola bilər. Z haqqında C bəndində deyir ki, Z canlısının inkişafı düzünə yolla gedə bilər. Z canlısı inkişafı, bəli, düzünə yolla gedə bilər. Tutaq ki, akulalar diri bala doğurlar, biz onları götürə bilərik. B-yə baxaq, daha doğrusu Y-ə baxaq. Tənəffüs orqanı qəlsəmələrdir. Daxili skeletləri var, xarici skeletləri, daha doğrusu daxili skeletləri yoxdur, xarici skeletləri var. Məsələn, B-də deyir ki, Y canlısı növ sayına görə ən böyük tipin nümayəndəsi ola bilər. Bəli, xərçənglərdən ola bilər. Xərçənglər də ən böyük tipin nümayəndəsi, boğmayaqlar tipinin nümayəndəsidir. Olar. E-də deyir ki, Y canlısı quru mühitində yaşayan canlı ola bilməz. Bunu konkret deyə bilmirik, ola bilməz. Ola bilsin ki, burada nəzərdə tutar, mollyusklarda bəzi keçid formaları var. Onlarda bir quru mühiti və su mühiti arasında keçid mövqü olaraq həm qəlsəmələr var, həm də ağciyərə bənzər bir strukturlar var. Ona görə ola bilsin ki, burada yəni E bəndi uyğun cavab olar. Sonra növbəti 4-cü suala baxaq. Sağlam insanda allel genlər cütünə malik ola bilər. Sağlam insanda allel genlər cütü deyir. Allel genlər cütünü biz cüt dediyinə görə hər iki allel geni götürürük. Həm məsəl üçün A-la işarə eləsək, həm böyük A-nı, həm kiçik A-nı götürə bilərik. Yəni bu cütə malik olanlar diploid xromosom yığımlı hüceyrələrdir. Haploid xromosom yığımlı hüceyrələr isə allel genlər cütünə malik olmayacaq. Allel genlərdən sadəcə birinə malik olacaq. Ya böyük A-ya, ya da kiçik A-ya. Demək, bizə cüt dediyinə görə diploid xromosom yığımlı hüceyrələr götürürük. Buradan da zigot, blastomerlər və neyron. Bu hüceyrələr demək diploid xromosom yığımlı hüceyrələrdir. Yəni cavab 1, 2, 5 olacaq. 5-ci sualda sümüklərin üzərində düşən yükü miqdarı ilə sümük maddəsinin yenilənməsi arasındakı asılılıq qrafiki hansı qrafikdə doğru göstərilmişdir? Sümükün üzərində nə qədər çox yük düşərsə, sümük maddəsinin təzələnməsi bir o qədər sürətli gedəcək. Yəni düz mütənasib olacaq. Düz mütənasiblik də C bəndində verilmişdir. Cavab C bəndi olacaq. Baxaq 6-cı suala. Cədvələ əsasən X-in qiymətini tapın. Üzülərin tərkibində olan amin turşuları radikallarının kütləsi 9180-dir. Radikalın kütləsi 54-ə bərabərdir. 54 açı verir. Yəni 9180 veribsə, 9180 54-ə bölürəm və buradan tapıram ki, 170 burada radikal var. Əgər 170 radikal varsa, demək 170 amin turşusu var. Amin turşusu.
Görək sonra nə edir? Bu izolağın tərkibində 2 peptid rabitənin əmələ gəlməsinə iştirak edən amin turşularının sayı x-dən aşağı olub. Görək x neçəyə bərabərdir? 170 dənə amin turşusu var. Bunlardan 2 peptid rabitə əmələ gətirənlər 168 dənə olacaq. Niyə? Demək 170 amin turşusu zəncir əmələ gətirir. Zəncirin bir əvvəlində, bir də ən sonunda yerləşən sadəcə bir peptid rabitə əmələ gətirəcək. Amma mərkəzdə yerləşən həmin o bir əvvəl, bir sonunda olan ikisini çıxanda qalır orta hissədə yerləşən 168-ə. Həmin 168-i 2 peptid rabitə əmələ gətirənlərdir. Bu da D bəndində verilmişdir. D bəndi uyğun cavabdır. Sonra uyğunluğu müəyyən edin deyir. Epitel toxumasının şişləridir. Epitel toxumasının şişlərin baxaq uyğunluğu tapaq burada. Epitel toxumasının şişləri hansı şişlərdir? Burada biz papilomanı götürəcəyik. Epitel toxumasının şişidir. Epitel toxumasının ümumiyyətlə xoş xassəli şişlər hansılar idi? Papiloma idi, adenoma idi və kista idi. Demək biz burada papilomanı götürə bilərik. Uyğundur. Və birləşdirici toxumanın şişləri verilib. Birləşdirici toxumanın şişləri isə deməli fibroma və lipoma idi. Burada bir də karsinoma var. Karsinoma epitel toxumasının şişidir. Bunu verib birləşdirici toxumada bunu yanlış verib burada. Yəni burada versəydi düzgün olardı, burada verdiyinə görə yanlışdır. 2, 5, 6 uyğundur. Bu da A bəndində verilmişdir. Hansının formalaşdığı rüşeyin vərəqinə bağırsaq boşluqlarda rast gəlinmir? Bağırsaq boşluqlarda 2 rüşeyin vərəqi olurdu. Bir ektoderma olurdu, bir də endoderma olurdu. Mezoderma olmurdu. Mezodermadan inkişaf edən isə böyrəklərdir. Yəni böyrəklərin formalaşdığı rüşeyin vərəqi bağırsaq boşluqlarda rast gəlinmir. Sonra 9-cu sualda. E vitaminin venalarında dövr edən qan növlərinin sayı x-dən aşağı olunur. E vitaminin venalarında 2 növ qan dövr eləyəcək. E vitamində 2 növ qan var da, arterial və venoz qan. Yəni onlarda qarışıq qan olmur. Venalarında da dövr edən qan növləri 2 növdür. Ürək, yəni 2 növ qan gələ bilər onlarda. Arterial qan da gəlir vena damarı ilə, venoz qan da gəlir vena damarı ilə. Ona görə 2-yə götürür, bərabər götürür. Arteriyalarda dövr edən qan növlərinin sayı. Arteriya nə idi? Ürəkdən qanı çıxaran damar idi. E vitaminin ürəyindən arterial qan da çıxa bilər, venoz qan da çıxa bilər. Yəni iqliqin də qiyməti 2-yə bərabərdir. Ürəyində olan qan növlərinin sayı. Yenə bu da 2-dir. Yəni ürəkdə həm arterial qan olur, həm venoz qan olur. Bədəndə dövr edən qan növlərinin sayı bu da 2-yə bərabərdir. Yəni ancaq bədəndə arterial və venoz qan dövr edə bilər. O zaman bütün qiymətlər 2 olduğuna görə elə burada cavab 8 olacaq. 8 də D bəndində verilmişdir. Uyğunsuzluğu müəyyən edin deyir. Bitkilərin quruya çıxması ordovikdə doğrudur. Ordovikdə bitkilər və həmçinin də göbələklər quruya çıxmışdı. Ona görə bu cavab uyğundur. Əlavə köklərin yaranması silurda, bəli silurda. Deməli planlar yaranmışdı. Planlarda əlavə köklər meydana çıxmışdır. Döş qəbəsinin formalaşır daş kömürdə, doğrudur. Dişlərin ixtisaslaşması gedir permdə, bu isə trias verir. Deməli uyğunsuzluq buradadır. Parapteklərin meydana çıxması bu da paleogendədir. Doğru cavabdır. 11-ci sual. Doğru cavabı seçin. Tetraploid bitkinin öz-özünü tozlanması zamanı. Tetraploid bitkidə öz-özünü tozlandırır. Deməli, həm erkəyin, həm də dişinin somatik hüceyrələrində diploid somatik hüceyrələrində yığım tetraploid olacaq. Amma demək, cinsiyyət hüceyrələrində, qametlərində isə yığım diploid olacaq, yəni ikiyin olacaq. Görək nə deyir? Deyir ki, əmələ gələn toxumun endospermi 3N xromosom dəstli olur. Tetraploid bitkinin mərkəzi hüceyrəsi 4N olacaq. Həmin 4N hüceyrəyə bir dənə də 2N sperm birləşəndə onun endospermi 6N olacaq. 3N olmayacaq, yanlışdır bu. Maylanmada iştirak edən bir hüceyrənin xromosom dəsti N ola bilər. Maylanmada iştirak edən hüceyrələr ya 3N xromosom yığımlı, ya 2N xromosom yığımlı olacaq, qametlər kimi, ya da mərkəzi hüceyrə olacaq 4N xromosom yığımlı. Yəni bu da uyğun cavab deyil. Sonra C-yə baxaq. C-də deyir ki, bir rüşeym hissəsində maylanmada iştirak edən qamet sayı 6-dır. Maylanmada iştirak edən qamet sayı bir rüşeym hissəsində 3-ə bərabərdir. 3-ə bərabərdir. Bu da yanlışdır.
D-də deyir ki, bir rejim hissəsində maylamada iştirak edən hüceyrə sayı 10 olar. Bir rejim hissəsində maylamada iştirak edən hüceyrə sayı 4-ə bərabərdir. Belə ki, əgər spermlər daxil olubsa 4-ə bərabərdir. Necə? 2 sperm olacaq orada, bir mərkəzi hüceyrə olacaq, bir dənə də yumurta hüceyrə olacaq. Yox, əgər spermlər hələ daxil olmayıbsa rüşeym hissəsinə, o zaman orada hüceyrə sayı 2 olacaq. Bir mərkəzi hüceyrə, bir də yumurta hüceyrə. Yəni heç bir halda 10 dənə hüceyrə olmur. Ona görə də bu da uyğun deyil. 11-ə baxaq. E-yə baxaq daha doğrusu. Bir rüşeym hissəsində maylamada iştirak etməyən hüceyrələrin xromosom dəsti 10N olacaq. Aha, maylamada iştirak etməyən hüceyrələr antipod və sinergitlərdir. Onların da cəmi 5-ə bərabərdir. Onlar da meyoz nəticəsində əmələ gəliblər. Ona görə demək, tetraploid hüceyrədən əmələ gəldiklərinə görə meyozdan hər birinin xromosom yığımı 2N olacaq. 5 hüceyrə hər birində xromosom yığımı 2N olduğuna görə bu da 10N edir. 10N. Bəli, bu uyğun gələn cavabdır ona görə. Eyvəndi. Sonra 12-də sidik hissəsinə malikdir. Sidik hissəsinə malik olan canlılar burada xanı balığı olacaq, göl qurbağası olacaq, kərtənkələ olacaq. Yəni 1, 2, 4 olacaq. Bu da D bəndində verilmişdir. Baxaq növbəti 13-cü suala. Sürfəsi balıqlara zərər vurur. Sürfəsi balıqlara zərər vuran anadontadır. Anadontanın demək sürfəsi balıqların dərisinə, qəlsəmələrinə yapışaraq onların demək dərisinin tamlığını pozur, tənəffüsünə mane olur, mikroorqanizmlərdən yoluxmasına şərait yaradır, yəni ümumiyyətlə onlara zərər vurur. Cədvələ əsasən doğru fikri tapın. Qurdular K, L, M. Əsas sahibi K-nın insandır, aralıq sahibi qaramaldır. Əsas sahibi insan, aralıq sahibi qaramal. Bu məsələn öküz soliteri olsun. Öküz soliteri. Sonra L qurdu. Əsas sahibi qaramal, araq sahibi kiçik göllübüzüdür. Bu da olsun qaraciyər sortusu. Və M. M-də də deyir ki, əsas sahibi itdir, araq sahibi insandır. Bu da exnikok. İndi baxaq. M qurdunun sormat sayı 2-dir. M qurdu nə idi? Exnikok idi. Exnikok və öküz soliterində sormatların sayı 4-ə bərabərdir. Ona görə A cavabı yanlışdır. M haqqında E-də deyir ki, M canlısı sürfə mərhələsində çoxala bilir. Bəli, exnikok sürfə mərhələsində çoxala bilirdi. Doğrudur, amma digərlərinə də baxaq. K haqqında B-də deyir ki, K canlısı ağciyərdə parazitlik edir. Yanlışdır, öküz soliteri ağciyərdə parazitlik etmir. D-də deyir ki, K canlısının inkişafı düzünədir. Xeyr, inkişafı düzünə deyil, çünki 6 qarmaqlı sürfə əmələ gətirirdi. Və ondan da sonra demək qarmaqlarını atırdı, finləyə çevrilirdi. Yəni bu da doğru deyil. C-də deyir ki, L canlısı nazik bağırsaqda parazitlik edir. Qaraciyər sorusu qaraciyərdə parazitlik edir. Nazik bağırsaqda parazitlik etmir. Ona görə bu da yanlışdır. 14-də E bəndi doğru cavabdır. 15-ci suala baxaq. İnsanın yuxarı ətrafı qurşaq skeleti E bitində olduğu kimi olsaydı, bu şöbə bilavasitə neçə sümüklə birləşərdi? İnsanın yuxarı ətrafı qurşaq hissəsinə aid olan sümüklər kürək körpücük sümüklərdir. Kürək sümüyü demək bazu ilə birləşir. Bizə körpücüklə. Kürək birləşir deməli bazu ilə. Bir körpücüklə birləşir. Körpücük də demək bu birləşdi bazu ilə, körpücüklə. İndi bunu körpücük sümüyü də yuxarı ətrafın qurşaq hissəsinə aiddir. Körpücük də təbii ki, kürəklə birləşir. Bir də körpücük birləşir döş sümüyü ilə. İndi deyir ki, itdəki kimi olsaydı, yəni körpücük sümüyü olmasaydı. Onda əgər körpücük sümüyü olmayacaqsa, kürək sümüyü ilə də körpücük sümüyünün birləşməsini götürmürük. Döş sümüyü ilə də birləşməsini götürmürük. Və bu şöbə sadəcə ibarət olacaqdır kürək sümüyü ilə. Kürək sümüyü neçə sümüklə birləşərdir? Kürək sümüyü 2 dənədir və hər biri ayrı-ayrılıqda bir bazo sümüyü ilə birləşmiş olacaqdır. Yəni toplamda 2 ədəd sümüklə birləşmiş olacaqdır. Çünki 2 ədəd bazo sümüyümüz var. 15-də o zaman cavab olacaqdır C bəndi.
Sonra 16-ya baxaq. Toxumluğun yetişmə zonasına daxil olmuş bir hüceyrədən sonda əmələ gələn spermatozoidlərdə cəmi 80 autosom xromosom var. Bu canlının somatik hüceyrəsinin nüvəsində neçə xromosom olduğunu hesablayın. Toxumluğun yetişmə zonasına daxil olmuş bir hüceyrədən sonda 4 ədəd spermatozoid əmələ gələcək. Həmin 4 ədəd spermatozoidlərdə toplamda 80 autosom xromosom varsa, görək bir spermatozoiddə neçə autosom xromosom var? Bir spermatozoiddə 20 autosom xromosom var. Spermatozoidlər haploid xromosom yığımına malikdir. Orada hökmən bir dənə də cinsiyyət xromosomu olacaq. Əgər 20 autosom xromosom varsa, bir dənə cinsiyyət xromosomu bu edir 21. Demək ki, canlının haploid xromosom yığımı 21-ə bərabərdir. O zaman somatik hüceyrəsidir. Somatik hüceyrəsi də 2N-dir. 2N xromosom yığımı neçə olacaq? Əgər haploid xromosom yığımı 21-dirsə, diploid xromosom yığımı da 42 olacaq. 42 də C bəndində verilmişdir. İnsanın hansı orqanlar sisteminə aid olan orqanına vena damarı ilə qan gətirilir? Vena damarı ilə qan gətirilir bir ürəyə. Ürəyə demək qan həm ağciyərlərdən, ağciyər venaları ilə gətirilir, həm də yuxarı aşağı baş vena ilə digər orqanlardan gətirilir. Ürək də qan damar sisteminə aiddir, yəni 4-cü uyğundur. Bir də demək qaraciyər qapı venası ilə qaraciyərə gətirilir. Qaraciyər də həzm sistemi orqanlarına aiddir. O zaman 2 və 4 bu da B bəndində verilmişdir. 18-ci suala baxaq. 18-ci sualda deyir ki, bütün nümayəndələri heterotrof yolla qidalanan aləm haqqında düzgün fikirləri seçin. Bütün nümayəndələri heterotrof yolla qidalanan aləm göbələklərdir. Yəni, söhbət göbələklərdən gedir. Görək göbələklər haqqında düzgün ifadə hansıdır? Ekariot canlılardır. Doğrudur, ekariot canlılardır. Xlorofil və xloroplastlar olmur. Bu da doğrudur. Bütün nümayəndələrində papaq və kütükçükdən ibarət meyvə çimi olur. Xeyr, bu yanlışdır. Yəni, meyvə çimi olmayan bir hüceyrəli nümayəndələr də var. Ona görə bu yanlışdır. 4-də deyir ki, kökləri olmur. Bəli, olmur kökləri. 5-də deyir ki, bir hüceyrəli nümayəndələr olmur. Xeyr, bir hüceyrəli nümayəndələr də olur. Ona görə də 1, 2 və 4 doğrudur. Bu da C bəndində verilmişdir. 19-da demək, hemofiliya daşıyıcısı olan uşağın somatik hüceyrə nüvəsində xromosom müxtəlifliyi neçə olar? Hemofiliya daşıyıcısı deyirsə, burada söhbət hökmən qadın cinsiyyətindən gedir. Çünki hemofiliya geni dominant H geni, yəni bu sağlam insana məxsus. Daha doğrusu sağlam insanda dominant H geni olur və hemofiliyalılarda isə hemofiliya xəstəliyi resessiv olduğuna görə hemofiliya geni kiçik H-dan işarə olunur. Yəni bu geni daşıyanlar xəstə olur. Demək, böyük H geni oğlanlarda olanda bu oğlanlar sağlam olur. Kiçik H geni də olanda xəstə olurlar. Amma qadınlarda belə deyil. Qadınlarda 3 hal mümkündür. Demək, əgər XH, XH hər ikisi demək, böyük H olarsa sağlamdır. Demək, X-in birində böyük H, digərində kiçik H olarsa bu daşıyıcıdır. Amma hər ikisi kiçik H-ı daşıyırsa bu da artıq demək, xəstə olduğundan xəbər verir. Demək, daşıyıcılıq hansında oldu? Daşıyıcılıq o zaman oldu ki, həm böyük H olsun, həm kiçik H olsun. Yəni, bu ancaq qadınlarda mümkündür, qadın cinsiyyətinə mümkündür. O zaman, əgər uşaq qadın cinsiyyətinə aiddirsə, somatik hüceyrə nüvəsində xromosom müxtəlifliyi neçə olar deyirsə, biz elə bunu 23 kimi götürürük. Çünki, demək, qadınlarda 44 autosom, bir dənə də bir cütdə cinsiyyət xromosomu var. Cinsiyyət xromosomları da bir-birlərinə görə homoloqdur. Yəni, bir müxtəliflik buradadır. 22 dənə də burada müxtəliflik var. 22 cüt var, 22 cüt homoloji xromosom var. 22 plus 1, bu da eləyəcək 23 xromosom müxtəlifliyi. 23 xromosom müxtəlifliyi də E bəndində verilmişdir. Jülalların biosintezinin birinci mərhələsi ilə bağlı düzgün fikirləri seçin. Jülal biosintezi 2 mərhələdə gedir. Transkripsiya və translyasiya mərhələsi. Transkripsiya mərhələsi
demək, haqqında düzgün fikirlər seçəcək. Çünki bizdən birinci mərhələni soruşur, yəni transkripsiyanı soruşur. Baxaq, deyir ki, stoplazmada gedə bilər. Bəli, transkripsiya stoplazmada gedə bilər. Prokaryotlarda. Uyğun cavabdır bu. Yəni, biri götürəcəyik. 2-də deyir ki, mərhələnin sonunda polinukleotit sintez olunur. Bəli, mərhələnin sonunda RNT-nin müxtəlif növləri əmələ gəlir. Ona görə 2 də uyğun cavabdır. 2-ni də götürürük. 3-də deyir ki, polisomda gedə bilər. Polisomda ikinci mərhələ translasiyaya gedə bilər. Uyğun deyil bu. 4-də deyir ki, prosesdə 4 növ nükleotit iştirak edir. Xeyr, 8 növ nükleotit iştirak edir. Yəni, DNT-nin 4 növ, RNT-nin də 4 növ nükleotidi, toplamda 8 növ nükleotit. Uyğun deyil bu. 5-də deyir ki, 2 membranlı orqanoiddə gedə bilər. Bəli, plastid və mitoxondrilərdə, yəni 2 membranlı orqanoidlərdə gedir, uyğundur. 6-da deyir ki, prosesin sonunda polipeptid sintez olunur. Prosesin sonunda polipeptid yox, ikincidə dedik ki, polinukleotit sintez olunur. Polipeptid ikinci mərhələnin, translasiyanın sonunda əmələ gəlir, yəni polipeptid zülaldır. O zaman 1, 2, 5 doğrudur, bu da A bəndində verilmişdir. Baxaq 21-ci suala. Növ sayına görə ən böyük tipin nümayəndələri üçün ortaq xüsusiyyət sayıla bilər. Növ sayına görə ən böyük tip boğmayağlar tipidir. Boğmayağlar tipi üçün ortaq xüsusiyyət bədəni, baş-döş, yəni bitişik baş və döş və qarıncıqdan ibarətdir. Bu həşəratlar üçün məsələn uyğun deyil. Götürmürük bunu. Yəni onlarda baş ayrı, döş ayrı və qarıncıq da ayrıdır. B-də deyir ki, yumurtadan sürfənin çıxması. Yumurtadan sürfənin çıxması məsələn əqrəblər diri bala doğururlar və yaxud da ki, hörümçəklərdə yumurtadan cavan hörümçəklər çıxır. Kiçik hörümçəklər, yəni cavan hörümçəklər çıxır. Bu da uyğun deyil. Ağız aparatının gəmirici olması, soğurucu ağız aparatına malik olanlar da var. Məsələn, həşəratlarda soğurucu ağız aparatı var. Xitinləşmiş xarici skeletin olması. Aha, bu ortaq xüsusiyyətdir D bəndə. E-də deyir ki, qanın yalnız damarlarda hərəkət etməsi. Boğmayağlar açıq qan damar sisteminə malikdirlər. Onlarda qan həm damarlarda, həm də belə bədəndə açıq şəkildə ola bilir. Ona görə də E cavabı da yanlışdır. Sadəcə 21-də D uyğun cavabdır. Baxaq 22-yə. Çoxhüceyrəli bel canlının əmələ gətirdiyi qametlər aşağıdakı kimidir. 4 tip qamet əmələ gətirir və qametlər hissəsinə diqqət eləsək görərik ki, böyük A harda varsa, böyük B də orada var. Həmçinin kiçik A harda varsa, kiçik B də orada var. Demək belə çıxır ki, bu gellər bir-birlərindən ilişiklidirlər. İlişikli şəkildə gələcək nəslə ötürülürlər. Yəni qametlər ötürülürlər. Görək indi nə deyir bizə? Deyir ki, bu qametlərdən başqa fərqli bir qamet əmələ gətirməyən canlı haqqında hansı fikirlər doğrudur? Krasingover baş verməmişdir. Bəli, Krasingover baş verməyib. Əgər Krasingover baş versəydi, o zaman bu tipdə də qametlər əmələ gələrdi. Məsələn, kiçik A-dan böyük B daşıyan və yaxud da ki, böyük A-dan kiçik B daşıyan qametlər də əmələ gələ bilərdi. Amma baş verməyib. İndi görək nə deyir bizə. Doğru fikir lazımdır. Demək, elə ikinci doğru fikirdir. Nəyə görə? Biz onsuz da dedik ki, yazarkən dedik ki, A və B genləri bir-birlərindən ilişikdirlər və demək, bircə şəkildə qametlərə ötürülürlər. Buradan da görürük onu. Demək, ikinci doğrudur. Buradan elə ikincini götürürük bu başdan. Sonra 3-də deyir ki, bütün genlər fərqli xromosomlarda yerləşir. Biz sadəcə A və B genlərinin ilişki olduğundan danışdıq. Dedik ki, onlar bircə şəkildə gələcək nəslə ötürülürlər. Amma böyük C və yaxud da kiçik C genlərinin bunlarla birlikdə ilişkili şəkildə ötürülməsindən danışmadıq. Yəni, onlar ayrı xromosomlarda yerləşirlər. Buradan belə çıxır ki, o zaman xromosomlar necə yerləşirlər? Tutaq ki, indi yazaq. Aha. 2 dənə homoloji xromosom çəkək. Bunlardan A və B-ni belə göstərək. Aydındır. O zaman C genləri ayrı xromosomlarda olacaq. Böyük C və kiçik C genləri bunlar da ayrı-ayrı xromosomlar üzərində yerləşə bilərlər müvafiq sahələrinin, müvafiq lokuslarında. Demək, bu onu göstərir ki, bütün xromosomlar eyni gen üzərində yerləşmirlər. Yəni, daha doğrusu bütün genlər eyni xromosom üzərində yerləşmirlər. A və B eyni xromosomda yerləşir, C isə fərqli. O zaman buradan üçüncü yanlış oldu. İndi birdə deyir ki, 2 xromosom yığımı 4-ə bərabərdir. Bəli, 2 xromosom yığımı, diploid xromosom yığımı 4-ə bərabərdir. 1, 2, 3 və 4 dənə xromosom var. Yəni, bu da doğrudur. 1 də doğrudur, 2 də doğrudur. Bu da A bəndində verilmişdir.
Aşağıdakı nəsil ağacında bəzi fərdlərin qan qrupları verilmişdir. Nömrələmiş fərdlərdən hansıları mütləq şəkildə ikinci qan qrupludur? Aha, burada 3 şəxs var. Birinci şəxs, ikinci şəxs, üçüncü şəxs. Hansı ki, bunların qan qrupları bəlli deyil. Deyir ki, bunların qan qrupu mütləq şəkildə ikinci qan qrupu olsun. Mütləq şəkildə ikinci qan qrupu. Baxaq. Gəlin, üçüncü şəxsdən başlayaq, bu şəxsdən başlayaq və təyin ilə görək, üçüncü şəxsin qan qrupu neçə ola bilər? Aha. Üçüncü qan qrupuna malik olan bir kişidir. Nikahlanıb, deməli, ailə qrup. Üçüncü qan qrupuna malik olan bir qadından, qadının qan qrupu B0 və yaxud da ki, BB də ola bilər. Bu nikahdan doğulan iki uşaq göstərilib burada. Birinin qan qrupu 0, yəni birinci qan qrupudur. Digəri isə AB-dir. Aha. Baxaq burada. Birinci qan qrupu 2 dənə 0-a malikdir. 0-ın birini anadan alıbsa, digər 0-ı kimin atadan almalıdır? Deməli, atada 0 olmalıdır. Burada həmçinin bu valideyn B-ni, bu övlad daha doğrusu B-ni atadan alıbsa, A-nı hökmən anadan almalı. Deməli, anada A0 olacaq o zaman. A0 da ikinci qan qrupudur. Demək, anada, daha doğrusu üzr istəyirəm, atada mütləq A0. Yəni, üçüncü şəxsdə A0 ikinci qan qrupu mütləq şəkildə olacaq. Bu doğrudur. Mütləqdir. Sonra ikinci şəxs təyin edilir. İkinci şəxs kişi, yenə də burada evləndiyi qadın B0 və yaxud da ki, BB, yəni üçüncü qan qrupuna malikdir. Bunların nikahından 3 övlad dünyaya gəlib, qız övladı. Bunlardan biri, demək bu qızlardan biri B0 və yaxud da ki, BB-dir. Digəri A0 və yaxud da ki, AA-dır. Başqa birisi birinci qan qrupudur. Aha. Əgər burada birinci qan qrupu qız varsa, bu 0-ın birini anadan alıbsa, digər 0 kimin atadan almalıdır? Yəni, atada 0 olmalıdır. Gəlin bura baxaq, ikinci övlada baxaq. İkinci övlad 0-a malikdir. 0-ı yenə anadan alıbsa, belə işarə eləyək də bunu. Bu 0-ı bu anadan alıbsa, A-nı da o zaman atadan almalıdır. O zaman atanın qan qrupu, yəni ikinci şəxsin qan qrupu A0 olacaq. Bu da mütləq oldu. Keçək birinci şəxsə. Birinci şəxs olan qadın, dördüncü qan qrupuna malik olan bir kişi ilə ailə qrup. Bunların nikahından 2 övlad dünyaya gəlib, bir qız, hansı ki bu A0 və yaxud da ki AA fenotiplədir. Üçüncü, deməli, şəxsdə A0 idi. Baxaq. Üçüncü şəxs bunların nikahından doğulan uşaq idi də, yəni A0 genotipli kişi idi. Gəlin baxaq. Övladlarda hər iki halda 0 ola bilər. Hər iki halda 0 ola bilər. Burada da göstərilib 0. Bu övladda da, bu övladda da. O zaman atada 0 olmadığına görə 0-ı anadan alacaqlar. Həmçinin burada demək AA da ola bilər. AA da ola bilər. Aha. AA olduğuna görə A-nın birini atadan alıbsa, digər A-nı anadan ala bilər. Yəni A0 ola bilər bu. Gəlin görək, başqa hallar da uyğundurmu burada? Baxaq. 0 geninə ana malikdir. Çünki 0-ı verib övladlarına. 0-ı atada yoxdur. Atada A və B idi. 0 övladlar anadan alıblar. Amma anada hər iki geyində 0 ola bilər. Yəni, birinci qan qrupu da ola bilər. Yəni, birinci qan qrupu da olsa, ana, gəlin düşünək, ana birinci qan qrupudur və dördüncü qan qrupuna malik olan bir kişi ilə ailə qrup. Bunların nikahından A0
uşaqlarda doğula bilər, B0 uşaqlarda doğula bilər. Yəni bu demək deyil ki, mütləq şəkildə ikisi də doğulacaq. Amma A0-ları görürük biz burada. Demək, ananın qan qrupu 0-0 da ola bilər. Yəni mütləq şəkildə mən bunu deyə bilmirəm ki, ananın qan qrupu 0-0-dır, yoxsa A0-dır. Yəni ikinci qan qrupudur, yoxsa birinci qan qrupudur. Bunu mütləq şəkildə deyə bilmirəm. O zaman mütləq şəkildə deyə bilmədiyim üçün daha bunu götürmürəm. Sadəcə ikinci və üçüncünü götürürəm. Bu da B bəndində verilmişdir. Sonra 24-cü suala baxırıq. İrsi məlumatların ötürülməsi kimi bir çox bioloji proseslərin öyrənməsi hansı səviyyədən başlanır? İrsi məlumatların ötürülməsi DNT səviyyəsində deməli öyrənilməyə başlayır. DNT də molekulyar səviyyəyə uyğun gəlir. Yəni molekulyar səviyyədən öyrənilir. Bu da D bəndində verilmişdir. Sonra insanın normal halda ürək siklinin ikinci fazasına sərf olunan zaman N olarsa, onun ömrü hansı ifadə ilə müəyyən olunur? 0.8 saniyəlik ürək siklində ikinci faza, yəni mərdəciklərin yığılması 0.3 tutur. İndi həmin fazanı N ilə işarə edib və ömrünü soruşur. Ömrünü necə taparıq? 0.3 x bərabərdir 0.8 N. Buradan da x-i tapmaq istəsək, o zaman olacaq 0.8 N bölmə 0.3 və ya başqa sözlə 8 bölmə 3 N. 8 bölmə 3 N də görək hansı cavabda ola bilər? 8 bölmə 3 N. Baxaq buradan. Demək, C cavabına baxaq. 8 bölmə 3. Baxın. Burada mötərizənin içərisində yazılanı yazıram. M plus M bölmə 3 kimi yazılır. Bunu mən bu şəkildə də yaza bilərəm. 3 plusun 3 məxrəcdə 3N plus N. Olacaq neçə? Olacaq 3-də 4N. Bunu da mötərizədən çıxardıb 2-yə vuran da yenidən. O da olur 8N bölmə 3. Yəni C bəndi burada uyğun cavabdır. F-in uyğun cavabıdır. Sonra əlverişli şəraitdə başlanğıc sayı 4 olan bir bakteriya, başlanğıc sayı 4 olan N0 bərabərdir 4. 1 saat ərzində T bərabərdir 60 dəqiqə maksimum sürətlə bölünür. Yəni 20 dəqiqədən beri bölünür. Sonda alınan bakteriyaların sayı ikinci bölünməyə məruz qalan bakteriyaların sayının neçə dəfə çoxdur? Biz buradan sonda alınan bakteriyaların sayını tapmaq üçün üstür yazırıq. NT-dir sonda alınan bakteriyalar. NT necə hesablanır? N0 vurulsun 2 üstü N-lə. Mənim N0 bəlli bu şəkildə verilmişdir. Amma 2 üstü N-i bilmirəm. 2 üstü N-i necə taparam? N-i tapmaqla. 60'ı bölürəm 20'yə, çünki maksimum sürətlə bölünür. Buna taparam N-in qiyməti 3'ə bərabərdir. O zaman həmin bu düsturda gətirib yerinə qoysam, necə tapacam? NT bərabərdir. 4 vurulsun 2 üstü 3. 2 üstü 3-də neçədir? 8-dir. 4'ü 8'ə vuranda eləyir 32. Sonda yaranan bakteriyaların sayının NT 32'yə bərabərdir. İndi nə deyir bizə? Deyir ki, sonda alınan bakteriyaların sayı ikinci bölünməyə məruz qalan bakteriyaların sayının neçə dəfə çoxdur? Birinci bölünməyə məruz qalan bakteriya, yəni başlanğıc bakteriya 4 dənə idi. Bölündü 8. 8 bakteriya ikinci dəfə bölünür, 16 fərq əmələ gətirir. İkinci bölünməyə məruz qalan neçə bakteriya oldu? 8 bakteriya oldu. Sonda əmələ gələn bakteriyanın sayı, ikinci bölünməyə məruz qalan bakteriyanın sayı neçə dəfə çoxdur deyirsə, 32-ni 8-ə bölürəm. Buradan tapıram 4. Yəni 4 dəfə çoxdur. 26-da cavab B bəndində verilən 4 cavabı, yəni uyğun cavabdır. 27-də deyir. Yanlış fikri seçin. Qalxanabənzər vəznin hiperfunksiyası nəticəsində meydana çıxan xəstəlik zamanı. Bazidov xəstəliyi. Yanlış fikir. Ürək döyüntülərinin sayı artır. Doğrudur.
Ürək döyüntülərinin sayı artır. Maddələr mübadiləsi güclənir. Qanın təzyiqi artır. Göz bəbəkləri bərəlir. Ürək çekinə sərf olunan zaman artmır. Ürək çekinə sərf olunan zaman artır. O demək ki, ürək vurulğuları gecikir, gec vurur. Yəni ürək döyüntülərinin əslində sayı azalır deməkdir bu. Yəni Bayzdovda da ürək döyüntülərinin sayı azalmır, artır. Ona görə də cavab yanlış cavab E bəndi deyilir. Heyvanların neçə tipli nümayəndələrində qəlsəmə ilə tənəffüs edən canlı ola bilər? Heyvanların neçə tipinin nümayəndələrində qəlsəmə ilə tənəffüs edən canlı ola bilər? Başlayaq. Qəlsəmə ilə tənəffüs ilk dəfə gördük hələ-qəbul qurdlarda, qum qurdunda. Hələ-qəbul qurdlarda oldu demək. Sonra mollusklarda oldu. Mollusklarda oldu. Sonra oldu buğumayaqlardan, xərçənglərdən. Bir də onur xordallar tipindən balıqlarda, çömçə quyruğunda və demək proteinlərdə və s. gördük. Demək biz neçə tip deyə bilərik buradan? Onu xordallarda yazsaq, o zaman olacaq. Demək o zaman olacaq 4 tip. Yəni 4 tipin nümayəndələrində biz qəlsəmə tənəffüsünü görə bilərik. Sonra aşağıdakı sxemdə bir ailə fərdlərinin qan alış-verişi göstərilmişdir. Sxemə görə bu fərdlərin aid ola biləcəkləri qan qrupları hansı ola bilər? Ata ilə ananın nikahından Ülviyə və Zəhra adlı 2 övlad dünyaya gəlib. Belə başa düşək. Baxaq, atanın və ananın qan qruplarına və onlara görə övladın qan qrupunu təyin edək. Atanın qan qrupu A bəndində 0-0-dır. 0-0-dır. Ananın qan qrupu isə AB-dir. Bu valideynlərin AB qan qrupuna malik olan övladı dünyaya gələ bilərmi? Gələ bilməz. Ona görə bu yanlışdır. Keçək ikinciyə, B-yə. B-də nə deyir? B-yə baxaq. B-də ata da, ana da hər ikisi demək ikinci qan qrupudur. İkinci qan qrupu olan insanların nikahından üçüncü qan qrupuna malik olan övlad dünyaya gələ bilərmi? Və yaxud da ki, belə halların hər hansı birində. Burada gördüyünüz kimi heç bir halda B geni yoxdur. Onda bəs burada üçüncü qan qrupu hardan dünyaya gəlir? Hardan olur? Olmayacaq bu. Ona görə bu da uyğun cavab deyil. Keçək C-yə baxaq. Yenə də valideynin biri 4-dür, biri 1-dir. Bunların 4-cü qan qrupuna malik olan övladları dünyaya gələ bilməz. Mümkün deyil. A bəndində kimi. Sonra D-yə baxaq. Yenə 1-ci və 4-cü qan qrupuna malik olan valideynlərdə bunların 4-cü qan qrupuna malik olan övladları dünyaya gələ bilməz. Yəni buradan heç cür mümkün deyil AB qan qrupuna malik olan övladın dünyaya gəlməsi. E-yə baxaq. E-də nədir? Biri AB-dir, biri isə B0 və yaxud da ki BB-dir. Buradan A və B birləşər və bu birləşmədən də 4-cü qan qrupuna malik olan övladlar, qızlar dünyaya gələ bilər. E bəndi doğrudur. Həmçinin də qan alış-verişinə də baxanda ata 3-cü qan qrupuna malikdir, 3-cü qan qrupu 4-cü qan qrupuna qan verəcək. Bunlar isə 4-cü qan qrupu da hər biri və 4-cü qan qrupu da yenə də 4-cü qan qrupuna qan verə bildiyinə görə bu ardıcıllıq uyğun ardıcıllıq olacaq. Ona görə də elə cavab E bəndidir. Baxaq 30-a. Şəkildə meyoz bölünməyə aid fazalar göstərilmişdir. Bunlardan hansı ikinci meyoz bölünməyə aiddir? İkinci meyoz bölünmə. Demək burada biz baxırıq ki, A-ya baxaq. A-da 3 ədəd xromosom var, 3 ədəd xromosom. Görək, 2-yə 3 ola bilməz ki, bu mümkün deyil də. Deməli, N xromosom yığımı 3-dür. Meyoz 2-də, daha doğrusu meyoz 1-də və yaxud da ki, mitozda. Bunların hər ikisində
diploid xromosom yığımı necə elə bölünür? Və diploid xromosom yığımında 3 ola bilmədiyinə görə bu nə meoz 1 olmayacaq, nə də mitoz olmayacaq. A şəkli elə metafazada bir cərgədə düzülmüş xromosomlar, iki xromatidli xromosomlar bu ancaq olsa, yəni meoz 2-ci ola bilər. Ona görə A bəndi uyğundur. Sonra baxaq digərlərinə. B-yə baxaq. B-də bütöv xromosomlar, yəni iki xromatidli xromosomlar çəkilir qütblərə. Meoz 2-də iki xromatidli xromosomlar qütblərə çəkilmir. Ona görə B uyğun deyil. C-yə baxaq. Yenə də ekvator boyunca iki cərgədə iki xromatidli xromosomlar düzülüblər. Yəni bu da meoz demək 2-yə aid ola bilməz. Bu da meoz 1-ə aid olan xüsusiyyət olacaq. Yəni homoloji xromosomlar qütblərə çəkilirlər burada. Ona görə C-ni çıxırıq. D-yə baxaq. Yenə də haploid xromosom yığımıdır. N-in qiyməti 3-dür. Və iki xromatidli xromosomlar bir cərgədə düzülüblər. Bu da uyğundur, D bəndi. E-də də yenə də hər qütbdə N sayda, yəni haploid sayda xromosom yığımı olur. Biz bilirik ki, həm meoz 1-də, həm də meoz 2-də anafazada qütblərdə haploid sayda olur xromosom yığımı. Haploid saydadır, N bərabərdir 3-dür. Demək, bu mitoz ola bilməz. Qaldı meoz 1 yoxsa meoz 2. Meoz 2 olacaqdır. Çünki meoz 1-də iki xromatidli xromosomlar qütblərə çəkilirlər. Amma demək, meoz 2-cidə isə ayrı-ayrı xromatidlər qütblərə çəkilir. Ona görə E bəndi də burada, çünki xromatidlər qütblərə çəkildiyinə görə E bəndi də doğrudur. O zaman 30-da A, D və E bəndləri doğru olacaq. Bu da B bəndində verilmişdir. Aha. 31-ci sual. Aşağıdakı cədvəldə müxtəlif mühitdə yaşayan bakteriya növlərinin radioaktiv şüaların təsirinə məruz qaldıqdan sonra yaşaması üçün lazım olan bəzi maddələri sintez etmə plus və sintez etməmə minus bacarıqları göstərilmişdir. Hansı iki bakteriya eyni mühitdə olduqda yaşama qabiliyyətlərini davam etdirə bilərlər? Yəni bunlar üçün belə desəm ki, yaşaması üçün lazım olan maddə deyil. Yaşaması üçün lazım olan maddə nə? Onlar yaşaması üçün əldə etməlidirlər. İkisi bir yerdə yaşayanda biri sintez eləyə bilməsə də, gərək o birisi sintez eləsin ki, mühitdə həmin maddədən olsa, onlar birlikdə yaşaya bilsinlər. Gəlin də cavablardan baxaq. Bir də A bəndində birinci və üçüncü. Baxın, birinci və üçüncüyə. Məsələn, bir bakteriyası A-nı sintez elə bilmir, amma 3 edir. Yaşaya bilərlər bunlar bir yerdə. 3 sintez elədiyin 1-ə də verəcək. Sonra B-yə baxaq. B-ni birinci sintez eləyir, üçüncü sintez eləmir. B-ni 1-3-ə verəcək. Yaşayacaqlar. C həmçinin üçüncü tərəfindən sintez olunur, digərindən sintez olunmur belə. Yəni bunlar birlikdə yaşaya bilərlər. Uyğundur. Digərlərinə baxaq. Məsələn, digərlərindən nə? B bəndində. B bəndində ikinci və dördüncü verilib. Aha, hər ikisi A-nı sintezləyir. Hər ikisi, biri B-ni sintezləyir, digərində yox. Aha, baxaq. C-ni heç birisi sintezləmir. Onda bəs bunlara C lazımdır. Bunlar C-siz necə yaşayacaqlar? Yaşaya bilməyəcəklər. Və yaxud burada E heç birinə sintez olunmur. E-siz yaşaya bilməyəcəklər. Yəni bu uyğun deyil. Sonra məsələn D-yə baxaq. D-də nədir? Birinci və ikinci. Aha, birinci və ikinci. C-ni heç birisi sintezləmir. Bunlar necə yaşayacaqlar? Uyğun deyil. Sonra C bəndinə baxaq. Üçüncü və dördüncü bakteriyalar. Aha, üçüncü və dördüncü B-ni heç birisi sintezləmir. E-ni heç birisi sintezləmir. Bunlar yaşaya bilməzlər bir yerdə. Sonra E bəndinə baxaq. Birinci və dördüncü. Birinci, məsəl üçün, F-i heç birisi sintezləmir. C-ni heç birisi sintezləmir. Nə 1, nə 4. Ona görə bunlar bir yerdə yaşaya bilməyəcəklər. Sadəcə A bəndində, demək, bir yerdə yaşaya biləcək bakteriyalar qeyd olunmuşdur. Demək, heterozigot
canlı göstərilmişdir bir dənə və o 3 əlamətinə görə heterozigot olan canlı ilə çarpazlaşdırılmışdır. Orqanizmlə çarpazlaşmasından böyük A, böyük B, kiçik C və böyük D fenotipli fərqlərin əmələ gəlmə ehtimalı hansı nisbətdə olacaq? Genlər ilişikli deyil, tam dominantlıq mövcuddur. Genlər ilişikli deyil, yəni ayrı-ayrı xromosomlarda yerləşirlər. Tam dominantlıq mövcuddur. Yəni A geni ayrı bir xromosomda, B ayrı bir xromosomda, C ayrı bir, D-də ayrı bir xromosomda yerləşir. İlişki deyirlər. Və tam dominantlıq da mövcuddur. Baxaq indi. Böyük A fenotipinin üzə çıxma ehtimalı görək nə qədərdir? Böyük A fenotipi. Gəlin bunları monohibridə gətirək və çarpazlaşdıraq. Əvvəlcə A-ları çarpazlaşdıraq. Bu zaman bir nisbətdə böyük A, iki nisbətdə böyük A, kiçik A, bir nisbətdə də kiçik A. A fenotipcə böyük A-nın üzə çıxma ehtimalı neçədir? Tam dominantlıq olduğuna görə tutaq ki, məsələn, bu rəng əlaməti. Tutaq ki, dominant əlamət sarı rəngdir. Demək, bu da sarı olacaq, bu da sarı olacaq. Aydındır? Məsələn, burada sarı olsaydı, bura nə bilim yaşılımtıl olsaydı, artıq bu qeyri-tam dominantlıq olardı. Amma burada tam dominantlıq verildiyinə görə üçün də sarı götürürəm. O zaman 4-dən 3-ü burada böyük A fenotipli oldu. 4-dən 3-ü böyük A. İndi gəlin böyük B-yə baxaq. Böyük B yenə də böyük B, kiçik B, böyük B, kiçik B çarpazlaşdırıldı bunlar monohibridə. Yenə də eynən. Demək, 1 pay böyük B, böyük B, 2 pay böyük B, kiçik B, 1 pay da kiçik B, kiçik B. O zaman böyük D-nin nə qədər oldu? Yenə də 4-dən 3 oldu. 4-dən 3 yenə də böyük B oldu. Davam edək. Kiçik C lazımdır. A, böyük C, kiçik C, digər valideyndə böyük C, kiçik C. Bunlardan demək 1 pay böyük C, 2 pay böyük C, kiçik C, 50%. Yerdə qalan 1 pay, yəni 25% kiçik C idi. Kiçik C nə qədər oldu? 4-dən 1 oldu. 4-dən 1 kiçik C. Sonra böyük D-ni soruşur. Böyük D və kiçik D çarpazlaşdırıldı. Dominantlıq o tam dominantlıqdır. Yenə də burada da ancaq bir dənə böyük D fenotipi üzə çıxa bilər. Yəni eyni şəkildə qanunu 100%, yəni bütün fərqlər böyük D genotipidir. Yəni bunu da bir kimi elə götürürəm. Aha, gəlin indi bunların üzə çıxma ehtimalını hesablayaq. 4-də 3 böyük A, 4-də 3 böyük B, 4-də 1 kiçik C və 1 də böyük D. Toplamda nə qədər elədi? 64-də 9. 64-də 9-da hansı cavabda verilmişdir? C cavabında verilmişdir. Yəni 32-ci sualda cavab C olacaq. 33-cü sual. Verilən canlıların hansının inkişaf mərhələlərinin müxtəlifliyi daha çoxdur? Burada söhbət böcəkdən gedir. Böcəkdə inkişaf tam çevrilməklədir. Yumurta, sürfə, pup, yetkin fərd, yəni müxtəliflik daha çoxdur. Amma digərlərində ya düzünə inkişafdır, ya da dolayı inkişafdırsa da, yəni bu qeyri-tam çevrilməklədir. Yəni müxtəliflik sayı daha az olacaq. 33-də E bəndində demək müxtəliflik daha çox oldu. Çünki tam çevrilmədir. Ən çox onda olacaq. Aşağıdakı cədvəldə 4 canlının aid olduğu sistematik taksonlar verilmişdir. Buna görə aşağıdakı canlıların hansılarının bir-birinə qohumluq əlaqələri digərlərindən daha yaxındır? Yəni, bir-birinə qohumluq əlaqələri daha yaxındırsa, onların sistematik kateqoriyaları bir-birlərindən daha yaxındır. Baxaq, 4 canlının 4-ü də G aləminə daxildir. Və burada ikincidən başqa qalan hamısı F aləminə aiddir. Yəni, ikincidən başqa qalan hamısı, daha doğrusu, üzr istəyirəm, F aləmi dedim, F tipinə aiddir. Yəni, ikincidən başqa qalan hamısı E sinifinə daxildir. Birinci və dördüncü dəstə olaraq bir dəstəyə daxildir, yəni D dəstəsinə. Artıq buradan sonra fəslə səviyyəsinə çatanda hamısının fəslələri fərqli, cinslər fərqli, növlər fərqlidir. Demək, burada ən çox bir-birinə yaxın olan hansı oldu? 1 və 4 yaxın oldu. Çünki onlar hələ dəstəyə qədər bir-birlərinə qohumdurlar.
Birinci və dördüncü C bəndində verilmişdir. 35-ci sualda şəkildə təsvir olunan proses konvergensiyadır. Yəni Suez tərzindən əlaqədar olaraq demək delfin və deməli akulalarda bəli eyni bir bədən forması yaranmışdır. Bu da konvergensiyadır. Makrotekamül bölməsində. Sonra 36-cı sualda raxit xəstəliyinin müalicəsində istifadə olunan bitkilər haqqında hansı fikir doğrudur? Söhbət laminariyadan gedir. Laminariya raxit və sarılıq xəstəliklərinin müalicəsində istifadə olunurdu. Toxum əmələ gətirir, yanlışdır. Erkəkçiyə malikdir, yanlışdır. Yumurtalığa malikdir, yanlışdır. İbtidai bitkilərə aiddir, bəli. Yaşıl rəngdə olur, qonur yosundur. Sonra 37-yə bax. Verilən fikirlərdən hansı doğrudur? Yastı qurdların həzm sistemində maddələrin hərəkəti bir istiqamətlidir. Xeyr, onlarda analitik yoxdur, istiqamət 2-dir. Zəlilər azqırlı qurdular sisteminə daxildir. Xeyr. Soxulcanda metanefridlərin sayı hər zaman cüt olur. Çünki bu doğrudur. Çünki hər bir buğumda bir cüt metanefrid olur. Fərqi yoxdur. Tək sayda buğumda metanefridi var, yoxsa cüt sayda buğumda metanefridi var. Bütün hallarda metanefridinin sayı cüt olduğuna görə yəni bu bir buğumda olan metanefridinin sayı cütdürsə, bədəndə olan metanefridlərin sayı cütdür. Riyaziyyatda bununla bağlı belə deyirik də, yəni istənilən bir ədədi məsələn, istər tək olsun, istər cüt olsun, 2-yə vururdıq və deyirdik ki, cüt ədəd alınır. Yəni, bunu da onun kimi düşünək. Yəni, metanefridlərin sayı hər buğumda cüt olduğuna görə fərqi yoxdur, buğumun sayı təkdir, yoxsa cütdür, onların ümumi sayı cüt eləyəcək. Bu doğrudur. Üçüncü doğrudur. 4-də deyir ki, həlqəb qurdlarının parazit nümayəndələri var. Həlqəb qurdların, bəli, parazit nümayəndələri var. Bu doğrudur. Sonra, demək, məsələn, zəlilər ektoparazit idilər, götürə bilərik ki, onları demək doğru lazımdır. Bizə 4-ü götürdük. 5-də deyir ki, soxulcanda siloman hissəsində dolduran maye skelet rolunu oynayır. Bəli, hidrostatik deməli skeletdir. Əzələlərin yığılıb açılması həmin mayenin köməkliyi ilə gedir. Yəni, həmin mayeyə belə deyim ki, dayanaraq, söykənərək yığılıb açılırlar onlar və soxulcanın bədəni nazikləşir, qalınlaşır və bunun sayəsində o hərəkət edir. O zaman 3, 4 və 5 uyğunluqdur. Bu da C bəndində verilmişdir. Sonra baxaq 38-ci suala. Şəkildə göstərilən çoxalma üsulu hansı bitkidə müşahidə olunur? A. Bu bitki yarpaqları ilə çoxalıb. Yarpaqları ilə çoxala bilən bitki burada demək bənövşədir. E bəndi. Lövhəcikli göbələklərə aiddir. Lövhəcikli göbələklər hansı göbələklərdir? Lövhəcikli göbələklər demək şampinyon və soluğun əzvai göbələyidir. Bu da D bəndində verilmişdir. Sonra baxaq 40-cı suala. X, Y və Z-in cəmini soruşur və Lotrix yosunundan söhbət gedir. Burada Lotrix yosunlarının cins çoxalmasına iştirak edən qametlərdə olan qamçıların sayı 56-dır. A. Qametlər 2 qamçılıdır. Əgər 56 qamçı varsa, deməli bölürük 2-yə, tapırıq ki, 28 qametdən söhbət gedir. Qametin sayı 28-dir. Qametlər cüt-cüt birləşdirir, zigot əmələ gətirilir. 28 qamet varsa, deməli 14 zigotdur. 14. Buradan belə çıxır ki, onda X-in qiyməti 14-ə bərabərdir. Baxaq Y-ə. Zigot əlverişli şəraitdə bölünürdü meyoz yolla və hər bir zigotdan 4 ədəd qamçısız spor çıxırdı. İndi 14 zigotdursa, 14-ü vururuq 4-ə, 56 dənə deyirik ki, qamçısız spor çıxır. Yəni Y-in qiyməti 56-ya bərabərdir. Və əmələ gələn cavan fərdlərin sayı hər qamçısız spordan bir fərd yarana bilirdi. Ona görə fərdlərin və qamçısız sporların sayı da bir-birinə bərabərdir. İndi biz sonda bunun cəmini tapmalıyıq. Cəm necə idi? X plus Y üstəgəl Z. Yəni onda üzərinə Z gəlirdik. Y və X eyni qiymətdir. Buradan bir dəqiqə. Y, 56 Z və 14 də X. Buradan nə tapırıq? Buradan 126 alırıq. Bu da A bəndində verilmişdir. Demək burada
suallar yekunlaşır 11-ci sınavın sualları. Ümid edirəm ki, izahlar hər biriniz üçün aydın olar. Əgər videonu baxarkən bəyənsəniz, bəyənmə tuşuna basmağı, kanala abunə olmağı unutmayın. Çox sağ olun.